Deməli, səndə 10-cu ayın 12-si olmuşsan, düzdür, sonuncu mens. Bugünkü günə görə bizdə olmalıdır 7 həftəlik hamiləlik göstərir. Amma səndə mayalanma gec gedib, gec olub. Ovülyasiya var, yumurtalığın, folikulun böyüməyi, yetişməyi, çatlamağı, mayalanmağı. Biraz o proseslər gec olub, ona görə hələ təzə düşüb. Yəni, hesablamaqla 6-7 həftəlik verirsə, burada amma gec mayalanma getdiyinə görə biraz elə kiçikdir, balaca bir görsəm, necə balaca. Burada, baxın, bax, balaca. 4-5 həftəlik hamiləlikdir. 5 həftəliyə görə mən onun embriyonu da gördük, bir ay görüntüsünü də gördük. Yəni, normaldir. Bugünkü günə görə yaxşıdır. Yoxdur, olur bəzi belə hamilələr, narahat olmuyor. Bəzi hamilələrdə olur ki, mayalanma gec gedir, bir həftə geriləyə bilər. O sonradan yavaş-yavaş hamiləlik büyüdükcə 12 həftəyə qədər o öz yerini tutacaq. Yaxşı, gec mayalananda biraz bir həftə gec verə bilər. Nə edirik? Hamilə ayda bir dəfə gələcək, səni görəcək. Ayda bir dəfə qansızlıq şəkər analizləri veriləcək. 12 həftəsində ikili tarama, 16-17-ci həftədə üçlü tarama və 20 həftədə dörtlü taramalar veririk. Sima xanım, sən bilmirsən, gəlin bilir, oxuyub bu bilir. Taramalar niyə görədir? Qüsurları, parokları, Down sindromunu bilmək üçündür. İnşallah keçmişdə bir problemimiz olmaz, amma yenə də birinci hamiləlikdir, verməyimiz vacibdir. O biri hamilələrdən, o qohumlarına da vermişdik onları biz hamısını. Bir də na всякий случай hər ehtimala qarşı tiroid vəzləri yoxlayacaq, baxacaq tiroid vəzimizdə nə var. Yəni ki, bir şey olmaz. Mən yazdıqlarımı vaxtı-vaxtında qəbul edərsən dərmanları, vaxtı-vaxtında analizlər verilsin, müalicə olunsun, vaxtında mənə müayinəyə gəl. İnşallah ki, 9 ayın sonunda çox gözəl bir nəvəmiz olacaq. Yaxşı, sağ-salamatda olsun, təbrik edirəm.